Salam. Gəlin bugün bədənimizin ən vacib, amma bir o qədər də gizli qalan idarə etmə sistemlərindən birini, yəni endokrin sistemi birgə araşdıraq. Yaxşı, gəlin bir müqayisə ilə başlayaq. Təsəvvür edin ki, bədəninizin iki fərqli kommunikasiya sistemi var. Biri sinir sistemidir, o sprinter kimidir. Yəni çox sürətli, ani reaksiyalar üçün elektrik siqnalları göndərir. Digəri isə bizim bugünkü mövzumuz olan endokrin sistemdir. O isə daha çox marafonçuya bənzəyir. Yəni tələsmir, amma onun göndərdiyi kimyəvi mesajların təsiri daha uzun müddətli olur. Bax, bu marafonçu, yəni endokrin sistem əslində nədir? Bu, bədənin böyüməsindən tutmuş maddələr mübadiləsinə, stressə reaksiyamıza və hətta çoxalmamıza qədər hər şeyi tənzimləyən bir vəzirlər şəbəkəsidir və bunu hormon deyilən kimyəvi ismarıcılar vasitəsilə edir. Elə bil bədənimizin görünməz bir dirijorudur. Yaxşı, bəs bu hormonlar öz ünvanını necə tapır? Proses olduqca məntiqlidir, amma bir o qədər də möhtəşəmdir. Hər şey bir vəzin xüsusi bir hormonu ifraz etməsi ilə başlayır. Sonra bu hormon qan dövranına qoşulub bütün bədənə səyahət edir. Amma o, hər yerə təsir etmir, yox. Yalnız özünə məxsus, doğru reseptorları olan hədəf hüceyrələrini tapır. Və nəhayət, həmin hüceyrəyə bağlanıb öz mesajını çatdırır. İçimizdə fasiləsiz baş verən bir prosesdir bu. Deməli, gəlin bu sistemin ən vacib oyuncularından birinə baş vəziyə nəzər salaq. Bilirsiniz, hər orkestrin bir baş dirijoru olur, elə deyilmi? Bizim bədənimizdə də bu rol ölçüsü kiçik olsa da, funksiyası çox böyük olan hipofiz vəzinə aiddir. Amma maraqlısı odur ki, bu baş dirijor da tək başına deyil. O, öz əmrlərini birbaşa beyindən, daha dəqiq desək, hipotalamusdan alır. Bax, bu çox vacib bir məqamdır. Bu əlaqə o deməkdir ki, bizim sinir sistemimizlə hormon sistemimiz arasında birbaşa bir körpü var. Hipofiz çoxlu hormon istehsal edir, amma gəlin onlardan ən vaciblərindən birinə, böyümə hormonuna, yəni somatotropinə fokuslanaq. Adından da göründüyü kimi, bu hormonun əsas hədəfi sümüklər, əzələlər və digər orqanlardır. Məhz onun sayəsində, xüsusilə də uşaqlıq dövründə bədənimiz böyüyür, inkişaf edir və zular sintezi tənzimlənir. Bütün bu sistemdə əsas məsələ tarazlıqdır. Yaxşı, bəs birdən dirijor səhv notu vursa, yəni bu böyümə hormonundan ya da çox az ifraz olunsa, onda nə baş verər? Baxın, əgər bu hormon həddindən artıq çox olarsa, nəticələr ifrazatın nə zaman baş verdiyinə görə dəyişir. Məsələn, uşaqlıq dövründə, yəni yetkinliyə çatmamışdan əvvəl bu baş verərsə, gigantizmə, yəni nəhəng boyluluğa səbəb olur. Yox, əgər bu artım yetkinlikdən sonra baş verərsə, bu zaman akromegaliya deyilən bir vəziyyət yaranır ki, burada da əllər, ayaqlar və üz cizgiləri anormal şəkildə böyüməyə başlayır. Bəs əksinə olsa necə? Yəni hormon normadan az ifraz olunsa. Bu zaman isə hipofizlər cırtdan boyluluq yaranır və boyun inkişafı dayanır. Bu misallar əslində sistemin nə qədər həssas bir tarazlıq üzərində qurulduğunu çox aydın şəkildə göstərir. İndi isə gəlin orkestrimizin, belə deyək, ritm bölməsinə keçid alaq. Yəni gündəlik enerjimizi və böyüməmizi idarə edən hormonlara. Buradakı əsas oyuncumuz isə qalxana bənzər vəzidir. O, tiroksin adlı bir hormon istehsal edir. Bu hormonu bədənimizin termostatı kimi düşünə bilərsiniz. O, bədənin enerjini nə qədər sürətlə yandırmalı olduğunu, yəni metabolizmamızın sürətini tənzimləyir. Enerji demişkən, tarazlığın ən mükəmməl nümunələrindən birini qan şəkərimizi tənzimləyən orqanda, yəni mədə-altı vəzidə görə bilərik. Mədə-altı vəzi sanki bir-birinə əks işləyən iki alətlə işləyir. İnsulin və qlukagon. Məsələn, biz yemək yeyəndə qan şəkərimiz yüksəlir, düzdürmü? Dərhal mədə-altı vəzinin beta hüceyrələri işə düşür və insulini dövriyyəyə buraxır. İnsulin də şəkəri hüceyrələrə daşıyaraq qandakı miqdarını azaldır. Bəs ac olanda bu dəfə alfa hüceyrələri qlukagon ifraz edir və o da qaraciyərdə depolanan şəkəri qana qaytararaq səviyyəni qaldırır. Gördüyünüz kimi bu möhtəşəm bir tarazlıqdır. İndi isə gəlin biraz travmatik notlara keçək. Söhbət bədənin stressə reaksiyasından və bu zaman səhnəyə çıxan böyrəküstü vəzilərdən gedir. Bir anlıq düşünün. Təhlükəli və ya həddindən artıq həyəcanlı bir vəziyyətdə olanda necə olur ki, bədəniniz qəfildən enerji ilə dolur, hissləriniz kəskinləşir? Heç bu haqda fikirləşmisiniz? Bütün bu hisslərin səbəbkarı böyrəklərimizin üstündə yerləşən kiçik vəzilərdir. Bu böyrəküstü vəzilər təhlükə anında məşhur döyüş və ya qaç hormonu olan adrenalini qanımıza qatır.
Adrenalin ifraz olunan kimi bədəndə bir zəncirvari reaksiya başlayır. Ürəyimiz daha sürətlə döyünməyə başlayır, nəfəsimiz tezləşir, qan təzyiqi qalxır, gözlərimiz daha iti görür, qulaqlarımız daha həssas olur. Hətta ani enerji ehtiyacını qarşılamaq üçün qan şəkəri də yüksəlir. Sanki bütün sistem fövqəladə vəziyyət rejiminə keçir. Bu, əcdadlarımızdan bizə miras qalmış qədim bir sağ qalma instinktidir. Yaxşı, gəlin indi son bölməmizə keçək və bütün bu fərqli alətlərin, yəni hormonların birlikdə necə işləyərək bədənimizdə o həssas balansı qurduğuna baxaq, söhbət homeostazdan gedir. Homeostaz əslində bədənin daxili mühitini sabit saxlamaq üçün qurduğu mükəmməl bir harmoniyadır. Daha dəqiq desək, homeostaz nədir? Bu, xaricdə hava necə olursa olsun, bizim nə yeyib içməyimizdən asılı olmayaraq, endokrin sistemin bədənin daxili mühitini, məsələn, temperaturu, qan şəkərini, təzyiqi sabit saxlaması prosesidir. Bayaq ki, qan şəkəri misalını xatırlayın. Biri qaldırır, digəri endirir. Məqsəd həmişə tarazlığı qorumaqdır. Eynən orkestrda dirijorun hər alətin səsini nizamlaması kimi. Beləliklə, bugünkü söhbətimizdən hansı əsas nəticələri çıxara bilərik? Birincisi, endokrin sistem bədənimizin yavaş, amma uzun müddətli təsir göstərən kimyəvi rabitə sistemidir. İkincisi, hipofiz vəzi bu sistemin beyinlə əlaqəli baş dirijorudur. Üçüncüsü, hormonlar çox vaxt bir-birinə əks işləyən cütlər halında fəaliyyət göstərərək o həssas balansı qoruyur. Və nəhayət, stressə reaksiyamızda məhz hormonlar tərəfindən idarə olunan güclü bir sağ qalma mexanizmidir. Bütün bunlar isə bizi son və bəlkə də ən vacib suala gətirib çıxarır. Bizim həyat tərzimiz, yəni qidalanmamız, yuxu rejimimiz, gündəlik stres səviyyəmiz əslində bu orkestra birbaşa təsir edir. Belə çıxır ki, biz də öz bədənimizin orkestrına bir növ dirijorluq edirik. Odur ki, özünüzdən soruşun, mən bədənimdən hansı musiqini ifa etməsini istəyirəm?